Sülhə bir addım qalmış, Ermənistanda kimlər yenidən müharibə rüzgarları əstirmək istəyir? Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesində ciddi irəliləyişlər əldə etdiyi sülh müqaviləsinin tərəflanmasından sonra ratifikasiya mərhələsində olduğu bir vaxtda İrəvandan növbəti təxribatçı bəyanat gəldi. Bu dəfə səhnədə siyasətçilər deyil, ordunun başındakı şəxs, Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Edvard Asıryandır. O iddia edir ki, Azərbaycan ordusu sülhdə, yəni tarixi Zəngəzurda ağacları kəsir, mövqelər qurur və irəliləyir. Bəs bu ittihamların arxasında nə dayanır? Erməni general niyə qorxu və hansı tarixi reallıqları gizlətməyə çalışır? Asıryanın bizim qorunan ərazilər dediyi yerlər əslində babalarımızın zorla qovulduğu tarixi yurdlarımızdır. Azərbaycan bugün Ermənistan ərazisinə heç bir iddia irəli sürmür. Lakin öz qanuni sərhədlərində mövqe qurmaq da onun suveren hüququdur. İndi isə keçək generalın konkret ittihamına. Asiryan iddia edir ki, güya Azərbaycan hərbçiləri Qafan istiqamətində infrastrukturlar qurur, Sünikə doğru irəliləyir və ağacları kəsir. Ekoloji əsaslı, doğrudanmı? 30 il ərzində Qarabağda bütöv meşə massivlərdir. Topxana meşəsini, Kəlbəcərin nadir ağaclarını kəsib satan, yandıran, çaylarımızı zəhərləyən bir ordunun generalı bugün Azərbaycan hərbçisi ağac kəsir nağılı ilə beynəlxalq ictimaiyyətin rəğbətini qazanmaq istəyir. Həqiqət isə tamamilə fərqlidir. Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi davam edir. Azərbaycan ordusu Ermənistanın daxilinə doğru irəliləmir. Ordumuz GPS koordinatları və tarixi hüquqi xəritələr əsasında öz qanuni sərhəd xəttində möhkəmlənir, yollar çəkir, postlar qurur. Erməni tərəfi isə öz cəmiyyətini qorxuda saxlamaq üçün bunu təcavüz kimi qələmə verir. Bəs baş qərargah rəisi niyə məhz indi belə bir bəyanatla çıxış edir? Cavab Ermənistanın daxili siyasi böhranında və xarici havadarlarının sifarişində gizlidir. Qazaxın 4 kəndinin bir güllə atılmadan Azərbaycana qaytarılması Ermənistandakı revanşist qüvvələri, kilsə dairələrini və daxili müxalifəti qəzəbləndirib. General Asıryan bu çıxışı ilə bir tərəfdən ordunun daxilindəki narazılığı idarə etmək, digər tərəfdən Paşinyan hakimiyyətinə mesaj vermək istəyir. Biz bir qarış torpaq da verməyəcəyik. Faktiki olaraq Ermənistan hərbi elitası delimitasiya komissiyasının qərarlarına qarşı çıxır və sülh prosesini sabotaj etməyə çalışır. Eyni zamanda Azərbaycan sülh prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Tərəflər sülh gündəliyinə aid məsələləri, o cümlədən iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində görülə biləcək tədbirləri müzakirə ediblər. Növbəti görüşün Azərbaycanda keçiriləcəyi qərarlaşdırılıb. Hər şey göz qabağındadır. Ermənistan generallarının bu cür şər, böhtan kampaniyaları artıq işə yaramır. Çünki 2020-ci il vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları regionda yeni reallıq yaradır. Bugün şərtləri diktə edən tərəf Azərbaycandır. Və rəsmi Bakının mövqeyi bəllidir. Ermənistanın suveren torpaqlarında gözümüz yoxdur. Amma öz sərhədimizin 1 santimetrini belə müzakirə mövzusu etməyəcəyik. Ermənistan hərbi rəhbərliyi şər atmaq əvəzinə yeni coğrafi reallıqla barışmalı və sülh masasında dürüst oturmalıdır. Cale Rövşən, Namiq Abbasov, Today Press TV.